İlhamə bizim verilişimizdə Türk mahnılarının mahir ifaçısı. Mən deyərdim ki, hələlik onun səs tembirinə, səsinə hələ ki, belə bir səs yoxdur. Və bizim dəyərli Arts Reabilitasiya Mərkəzinin rəhbəri Sevda xanım ona dəyişdirdi. Dedi, ay qız, eyni imiclə olmur. Sənə biz gəl yeni imic bəxş eləyək. Hər saç, üz, rəng, bax, hazırlıqlar neçə gündür gedib. Yeni imicdə sizin qarşınıza çıxır İlhamə Əzizli. Hələ var. Sevgilergen senin Necədir abi? Saçı da qəşəngdir. Bu daha yaxşıdır məncə. Mən bəyəndim sənin saçını. Heç xanım, heç xanım. Hə. Heç xanım. Hə. Maşallah elə bir tapançadır. Hə. Tapança kimi o. Amma Qəşəngsən. sən o türklərdən yaxşı oxuyursan. Özün kimi oxu. Özü kimi Bir oxudu. var indi çıxan oxuyanlar var. Onu bunu yamsılayırlar. Zəki Mürendir, Bülent Dərsoy nədir adını da deyə bilmirəm. Onlar kimin oxuyursan öz dərs xəttin olsun. Aktrisadır. Birisi öz yolun olsun, öz yolu. Bəyəndiniz yeni stilini. Bu günləri İlhaməni tamam başqa görünüşdə gördüm. Əsl səhnə libasında, səhnə görünüşündə çox yaraşırdı Saçı da ona. qəşəng. Tapanca kimi səsin var. Hiss elədim ki, Makyajda. sən artıq səhnədə belə Sevda xanıma gözəl bir təşəkkürümüzü müğənnisən. bildiririk. Çox sağ olsun Təşəkkür edirik. Sevda xanım.